Hamamda baş verən partlayış bir nəfəri xəstəxanalıq edib. Bədbəxt hadisə Qazaxda baş verib. 73 yaşlı Sədaqət Əliyeva evin hamamında olan sobanın partlaması nəticəsində yanıq xəsarətləri alıb. Onun həyat yoldaşı Allahverdi İsmailov bildirib ki, qadın xəstə olduğundan hamamda qazı açıq qoyduğunu unudub. Daha sonra sobanı alışdırmaq istədikdə isə partlayış baş verib. Mən də orada xunarda oturub çay içirdim. Bir də gördüm küp belədir. Partlayış. Qazı bağlayıb, peçin qazını bağlayıb qabaqca. Sonra bir də açıb ki, yansın, içəri soymasın. Biraz da özü də anlaqsız idi. Var idi. Xəstəlik. Yaddaşında zəiflik var. Bağlayıb, sonra da açıb, içəri qaz doğur. Yaralı Qazax rayon mərkəzi xəstəxanasına aparılıb. 12 may 2026-cı il tarixində saat 19:30 radələrində bir nəfər Qazax rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Üz nahiyəsinin 3-cü və bədənin müxtəlif yerlərinin 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin olunan 1953-cü il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qiymətləndirilir. Sədaqət Əliyevanın yanıq xəsarətləri dərin olduğundan o paytaxt xəstəxanalarından birinə göndərilib. Faktla bağlı araşdırma aparılır. Cümşüd Məmmədov, Yusif Kərimli, Xəzər xəbər.